Bəzən çevrəmizdəki insanlarla olan yaxın münasibətlərimiz bizi düşünmədən zamin olmağa sövq edir. Lakin bilməliyik ki, atılan bu imza təkcə formal prosedur deyil, həm də ciddi hüquqi öhdəlik yaradır. Bəs zamin olmaq bizi hansı hüquqi məsuliyyətlər qarşısında qoyur? Borclu öhdəliyini yerinə yetirmədikdə, borclu və zamin kreditor qarşısında, yəni krediti verən şəxs qarşısında birgə məsuliyyət daşıyırlar. Bu o deməkdir ki, kreditor borcun ödənilməsini yalnız borcludan deyil, birbaşa zamindən də tələb edə bilər. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Zaminlik öhdəliyi müəyyən hallarda qanunvericiliyə uyğun olaraq başa çata bilər. Lakin zamin borcu ödəməli olarsa, bu onun hüquqlarının tamamilə itirilməsi demək deyil. Belə ki, qanun zaminə ödədiyi məbləğin borcludan geri tələb edilməsi hüququnu tanıyır. Zaminlik müqaviləsinə əsasən öhdəlik başa çatdıqda, zaminin razılığı olmadan onun məsuliyyətini artıran dəyişiklik edildikdə, borc başqa şəxsə keçirildikdə və zamin buna razılıq vermədikdə, kreditor lazımi icranı qəbul etməkdən imtina etdikdə, zaminlik müqaviləsində göstərilən müddət bitdikdə və ya qanunda nəzərdə tutulan müddətlər keçdikdə xitam verilir. Mülki Məcəllənin 475-ci maddəsinə görə zamin borcu ödədikdən sonra kreditorun borcluya qarşı malik olduğu hüquqlar zaminə keçir. Zamin olmaq sadəcə formal imza atmaq deyil, ciddi hüquqi məsuliyyət daşıyan öhdəlikdir. Buna görə də hər hansı zaminlik müqaviləsini imzalamazdan əvvəl onun şərtlərini diqqətlə oxumaq, yarana biləcək hüquqi nəticələri dəyərləndirmək və yalnız bundan sonra qərar vermək vacibdir.